وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmen ve aslih lana şe'nena kulleh ve la tekilna ila enfusina tarfete aynin. Aziz, kıymetli kardeşler, değerli cemaat. Alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, hayır duası, bereketi olsun. Hem de olsun uca Allah'a, Allah Teala bizleri ilim meclisinde cem edip topladı. Hakikaten de insanın ilim öğrenmesi, hayatını, vaktini, ömrünü elime sərf etmesi Allah yanında en mübarek, en faydalı, savabı, xeyri en bol olan emellerden biridir. Kifayettir ki Allah Teala bizlere ilmimizin artması için Allah'a dua etmemizi buyurur. وَقُلْ رَبِّ زِدْنِي عِلْمًا Ey Rabbim, benim ilmimi artır. Yegane ilimdir. Başka hiç ne? Onun artmağın Allah Teala bize dua olarak öğretir. Resul sallallahu aleyhi ve sellem duaların en çok kabul olunduğu yerde Muaz İbni Cebel'e tövsiye edir ki ey Muaz, her namazın ahırında salam vermemişten qabaq Allah'a dua edip de Allahümme inni es'eluke ilmen nafi'an ve rızkan tayyiben ve amelen mutekabbelen. Allah'ım, ben senden faydalı ilim istəyirəm, gözəl ruzu istəyirəm, qəbul olunan salih əməl istəyirəm. Qəbul olunan salih əməl. Elmin məclisləri Allahın rəhmətinin, əminamanlığının, sükunətinin nazil olub indiyi məclislərdir. Allah Teala nadir sayda məclislər var ki, ora rəhmətini nazil edir. Oranın sükunət, əminamanlıq bürüyür. Bunlardan da biri elm məclisləridir. Elm məclisləri mələklərin məclisləridir. Mələklər yer üzərində heç bir məclisə getmirlər. Baxırlar, axtarırlar, görək bugün harada məclis var, harada dərs var, harada insanlar topalaşıb elm öyrənirlər. Gəlirlər o məclisə, özləri gəldiyi kimi qardaşlarını da çağırırlar. Gəlin, gəlin, axtardığımız buradadır. Qanadları ilə səmaya qədər həmin məclisi əhatəyə alırlar. Kim elm öyrənmək üçün gəlirsə, Allah Teala ona cənnətə gedən yolları asanlaşdırır. Cənnətə gedən yollar namaz qılmaq, oruç tutmaq, Quran oxumaq, zikr eləmək, Allah Teala elm məclislərinə gəlməklə asanlaşdırır. Elm öyrənmək üçün gələn şəxsin ayağının altına mələklər qanadları razılıq əlaməti olaraq sərirlər. Allah Teala elm məclislərində iştirak edənləri bağışlayır, əfv eləyir. Möminlərin əmiri Umar ibn-i Xattab, Allah ondan razı olsun, deyir ki, insan evindən çıxıb elm məclisinə gələndə çeynində dağlar boyda günahlarla gəlir. Elə ki, məclisə oturur, oradan faydalar, xeyirlər götürür, qalxıb gedəndə o dağlar boyda günahlar qalır orada, təmizlənmiş halda qayıdır. Ona görə hər birimiz Allah Subhanahu Taala'ya həmd etməliyik ki, ya Rabbi bizə bugün, bu saatda nə qədər əzəmətli, fəzilətli bir iş görməyi nəsib etmisən. Əziz qardaşlarım, Allah Resulü sallallahu aleyhi və səlləmin Muaz'a öyrətmiş olduğu duada deyir ki, Allahım, mən səndən qəbul olunan salih əməl istəyirəm. Salih əməllər hər birimizin yaranmasında əsas qayə, əsas məqsəddir. İnsanın salih əməl etməsi. Allah Teala bizlərin hamımızı ona ibadət etmək üçün, yəni salih əməllər etmək üçün yaradır. Hər birimizin yaradılışına səbəbdir. İnsan dünyasını dəyişib vəfat edən zaman
onun cənazəsi ilə 3 şey gedir. Onun malı, dövləti, onun ailəsi, onun salih əməlləri. İkisi geri qayıdır, biri onunla birlikdə qalır. Mal, dövlət, ailə, uşaq geri qayıdır, salih əməllərin isə səninlə bərabər qalır. Ona görə sələflər deyərlərmiş ki, mənim ən yaxşı dostum mənim salih əməllərimdir. Ona görə ki, o məni heç vaxt tərk eləmir. Dünyada da tərk eləmir, qəbirdə tək qalanda da zülmət qalanlara tərk eləmir. Qiyamət günü də mən cənnətə daxil olana qədər o məni tərk eləməyəcək, həmişə yanımda olacaq. Ona görə salih əməllərin faydasıdır. Çoxaltmaq lazımdır bunları. Müminin bu günü dünəninki gününə bənzəməməlidir. Abdullah ibn Məsud, Allah ondan razı olsun, deyir ki, mən ən çox peşmançılıq çəkdiyim və narahat olduğum şey bu günümün əməlləri digər günümün əməllərimlə eyni olanda. Bu günümün əməlləri ötən günümün əməlləri ilə eyni olanda, artmayanda, çoxalmayanda böyük peşmançılıq çəkirdi. Hər günümüz ötən günümüzdən salih əməl cəhətdən daha artıq, daha çox olmalıdır. Dünənki gündən etdiyin zikirdən bugün daha çox zikir etmək. Dünən oxuduğun Qur'an-ı Kərimdən bugün daha çox Qur'an-ı Kərim oxumaq. Dünən gördüyün salih əməllərdən bugün daha çox etmək ki, o sənə faydalı olsun. Onsuz da axirət üst tutub yola çıxıb gəlir bizə tərəf. Artıq yola çıxıb gəlir, bizə tərəf gəlir. Sən dünyaya gəlib anadan olanda axirət sənə tərəf hər gün gəlməyə başlayır artıq. Hər gün. Dünya isə arxasını çevirib gedir. Arxasını çevirib gedir və heç bizə baxmır da. Hər birinin öz əhli var. Var axirət əhli, var dünya əhli. Möminlərin əmiri Əli ibn Əbi Talib deyir ki, siz axirət əhlindən olun. Yəni, salih əməl eləyən insanlardan olun. Bugün salih əməl eləməyə imkan var. Sabah olmayacaq. Sabah etdiyin əməllərin savab və mükafatın haqqı hesabını olasın. Xeyir eləmisənsə xeyir tapassan, şər iş görmüsən, şər tapassan və artıq əməl eləmək olmayacaq. Allah Teala sənə mühlət vermişdir, 70 il, 80 il, bəzimizə 100 il. Ona görə salih əməllər mühümdür. Bugün də dəyərli qardaşlarım, öyrənmək istədiyimiz budur ki, salih əməllər nə deməkdir? Onların faydaları, xeyirləri nələrdir? Salih əməllər Allah rızası üçün və Muhammed sallallahu aleyhi və səlləmin səhih sünnəsinə uyğun qaydada edilən hər bir əməl. İxlasla, Allah rızası üçün, Allaha yaxınlaşmaq məqsədi ilə, onun yanında hörmətli olmaq, onun sevgisini qazanmaq, onun rəhm etdiyi bəndələrdən olmaq üçün bu minvalla görülən, bu məqsədlə görülən əməl Rasul Muhammed sallallahu aleyhi və səlləmin sünnəsinə, hədislərinə uyğun, müvafiq qaydada olan əməl. Onun söylədiyi kimi edilən əməl, onun etdiyi kimi edilən əməl. Allah Teala Qur'an-ı Kərimdə buyurur: Təbarəkəl-ləzi biyədihil mulku və huvə alə kulli şeyin qadir. Mülk əlində olan Allah nə qədər xeyirxahdır. O hər bir şeyə qadirdir. Əl-ləzi xaləqəl məvtə vəl-həyətə liyəbluvakum əyyukum əhsənu əmələ. O həyatı, o ölümü ona görə yaradıb ki, əməl baxımından hansınızın daha gözəl, daha salih olduğunu bilmək üçün. Bu ayənin təfsirin məşhur tabiun Fudeyl ibn İyaddan soruşurlar. Nədir o yaxşı əməl, gözəl əməl? Hansı ki, insan onu etməklə digər bütün insanlardan üstün fəzilətli olur. Fudeyl ibn İyad rahiməhullah deyir ki, əxləsuhu və əthvabuhu. Ən xalis
ən doğru olan əməl. Ən xalis niyyətlə, ən doğru qaydada olan əməl. Qilə və mə əxləsuhu və mə əthvabuhu. Nə deməkdir? Xalis əməl, doğru əməl. Fudeyl ibn İyad rahiməhullah deyir ki, xalis əməl, yəni Allah üçün ixlasla olan əməl, doğru əməl isə sünnəyə uyğun, müvafiq qaydada olan əməl. Biri olub, o biri olmasa əməl qəbul olmayacaq. Əgər insan gördüyü işdə Allah üçün iş görür, ixlaslıdır. Amma sünnədə, hədislərdə gəldiyi kimi şəriətin buyurduğu qaydada etmirsə, qəbul olmayacaq. Yaxud da sünnə ilə, hədislə, şəriətlə əməl edir, amma niyyəti Allah rızasından qeyri bir şeydir. Riya, mənfəət, məqam, mövqi, atsan, şan-şöhrət, yaxud da Allahdan qeyrisinə ümumiyyətlə qəbul olunacaq. Gərək bu ikisi də olsun. İkisi də olsun. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, mən amilə amələn leysə aleyhi əmrunə fəhuvə raddun. Kim bizim buyurmadığımız kimi əməl edərsə, o şəxs rədd olunub tərk olunur. Başqa hədisdə deyir ki, mən əhdəfə fi əmrinə hədə mə leysə minhu fəhuvə raddun. Kim bizim bu dinimizdə özündən nəsə bir ibadət, bir namaz, bir oruç, bir zikir, bir dua nəsə gətirsə, o əməl rədd olunur, qəbul olunur Allah yanında. Hər ikisi səhih hədislərdir. İmam Buxari və İmam Müslim rivayət edir. Bu salih əməllərin, əziz qardaşlarım, insana faydaları ən birinci onu Allahın dinində sabit saxlayır, İslam dinində, onun dünya həyatını da, onun axirət həyatını da gözəl edir. Məhz onun salih əməlləri. Qeyri şeyləri yox. Mal, mülk, övlad. Bunlar dünyanın bərbəzəkləridir. Bunların dünyada sənə faydası yalnız məhdud qədərdir. Amma salih əməllər həm sənin dünya həyatını gözəllir, həm də axirət həyatını gözəllir. Allah Teala buyurur ki, Mən amilə salihan min zəkərin əv unthə və huvə mu'minun fələnuhiyyənəhu həyatan tayyibə və lənəcziyənəhum əcrahum bi əhsəni mə kənu ya'məlun. Mümin olaraq salih əməllər edən kişilər və qadınlar üçün gözəl həyat vardır bu dünyada. Qiyamət günü də etmiş olduğu bu yaxşı əməllərə görə onlara bolda savablar vardır. Həm bu dünyada gözəl həyat, həm də axirətdə bolca savablar. Allah Teala buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu istəcibu lillahi və lirrasuli izə dəakum limə yuhikum. Ey iman gətirənlər! Siz xeyir bir işə dəvət olunanda Allaha və onun Rasuluna itayət edin, o xeyir işdə sizin üçün həyat var. Əsil həyat, xoşbəxtçilik var. Allahın buyruqlarında Rasul sallallahu aleyhi və səlləmin sünnəsində. Beləcə insan imanın ləzzətini dadır. Nə qədər əzəmətli bir dində olduğunu dərk edir. Uca Allah buyurur ki, Mən kənə yuridul həyətəd dünya və zinətəhə nuvəffi iləyhim ə'mələhum fiyhə və hum fiyhə lə yubxasunə. Kim dünyanı və onun bərbəzəyini istəyirsə, əməlləri müqabilində, etmiş olduğu, görmüş olduğu işlər müqabilində, Allahın rızasını yox, ixlas yox, dünya və onun bərbəzəyini istəyirsə, ona o istədiyi verilər. Və ona bu işdə də heç bir əksiklik, nöqsanlıq olmaz, verilər. Ulaikellezine leysa lahum fil ahireti illen-nar. Amma axirətdə isə onların ancaq əvəzi cəhənnəm odudur. Və habita ma sana'u fiha və batilun ma kanu ya'malun. Və etmiş olduğu dünyadakı əməlləri puç olur və demək batıl olur əməllər. Ona görə insan daima görmüş olduğu işlərdə yalnız və yalnız axirət istəməlidir. Allah Subhanahu taala onun razılığını istəməlidir. Necə ki Allah Subhanahu taala Quran-Kərimdə buyurur, bəziləri deyirlər ki, Rabbana atina fid-dunya hasanatan və ma lahu fil-axirati min xalaq. Bizə nə verirsənsə Allahım elə bu dünyada ver.
Nə verirsənsə bu dünyada verir. Namazımızın, orucumuzun, sədəqəmizin, hər şey. Lakin əsl möminlər nə deyir? Rabbənə ətinə fid-dunya həsənətən və fil-əxirəti həsənətən və qina əzəbənlər. Ey Rəbbimiz bizə həm bu dünyada yaxşılıqlar bəxş et, bu dünyadakı yaxşılıqlar da əməllərin əvəzi yox ha. Yəni yaxşı minik, gözəl qonşu, yaxşı ailə, salih övladlar, rahat minik, ruzu, bunlar dünyanın şeylərini istəyir, axirət şeyləri yox. Və fil-əxirəti həsənətən, axirətdə yox, yəni cənnət. Cəhənnəm odundan xilas olmaq, Ya Rabbi səni görmək, Ya Rabbi Firdevs cənnətinin varisi olmaq, Ya Rabbi peyğəmbərlərlə qonşu olmaq bunu istəyir. Və qina əzəbənlər və bizi cəhənnəm ateşindən qoru, bizi ora atma. Ona görə ixlas şərtdir. Baxın, möminlərin arası Ayşə radiyallahu anhə günlərin bir günü Allah Resulü sallallahu aleyhi və səlləmə sual verir. Ya Resulallah, İbn-i Cüd'anə kənə fil cahiliyyəti yasilur rahimə və yut'imul miskinə. Ey Allah'ın elçisi, İbn-i Cüd'an bir şəxsin adıdır. Cahiliyyə dövründə qohum əqrabaları ilə sıx münasibət saxlayırdı. Qohum əqraba haqlarını qoruyurdu. Kasıbı, fağır fuqaranı da yedizdirirdi. Fəhəl zəkə nəfi'uhu. Bu əməlləri ona fayda verəcəkmi? Qiyamət günü. Qalə lə yənfəuhu. Rasul sallallahu aleyhi və səlləm deyir ki, xeyr, fayda verməyəcək. Niyə görə? İnnəhu ləm yəqul yəvmən Rabbi qfirli xatiyyəti yəvməddin. O bir dəfə də olsun demədi ki, həyatında Allahım, qiyamət günü mənim günahlarımı, xatalarımı bağışla. Bir dənə dua. Bütün bunların hamısından xeyirlidir. Rabbi qfirli xatiyyəti yəvməddin. Ey Rəbbim, mənim qiyamət günü günahlarımı və xatalarımı bağışla. Ona görə deyir, ona fayda vermir. Hətta başqa bir hədisdə gəlir ki, deyir, ona fayda vermədi. Ona görə ki, o bir gün belə olmuş olsa, Rəbbim Allahdır demədi. Mənim Rəbbim Allahdır demədi. Yaxşı, onların dəyərli qardaşlarım, əməlləri nə olacaq? Bu dünyada xeyriyyə işləri görüblər axı. Allah subhanahu teala buyuruyor, وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ. Onların etmiş olduğu dünyadakı əməllər onlara təqdim olunacaq. Onlara oxunacaq. Sonra fəcəalnahu həbəən mənfura. Lakin sonra demək həba olacaq, yəni boş, toz, faydasız, heç bir şey olmayacaq. Allah Teala buyurur ki: "Vellezîne keferu a'maluhum kesarabin baqiyetin yahsabuhu az-zama'anu ma'an hatta izâ câ'ehu lem yecidhu şey'en ve vecedallâhe 'indehu fevevvâhu hisâbehu vallahu seri'ul hisâb." Yani o gün kıyamet günü Allah'a şərik qoşan o müşriklər salih əməlləri necə görəcəklər? Yəni, daha doğrusu görmüş olduğu yaxşı işləri necə görəcəklər? Necə görsənəcək? Məsələn, uzağa baxırsan, elə bilsən ki, orada su var. Aydındır? Məsələn, adətən bu yolla gedəndə olur. Ona sərab deyirlər. Elə bilsən ki, su var. Bunlar da susuzdular. Yaxınlaşmaq hissəndə görəcəklər ki, sən demə, sadəcə o əlamətdir. İlğım kimi düşün. Aydındır? Bu da belədir. Ona görə Allaha iman şərtdir, ixlas şərtdir, sünnəyə uyğun əməlləmək şərtdir. Dəyərli cəmaət, salih əməllərin insana faydası, Allah Teala onu Allah'tan qeyrisinə ibadət etməkdən qoruyub saxlayır. Nəinki şirkdən, hətta o biri günahlardan da qoruyur, saxlayır. İnsanın haramlardan və günah işlərdən qorunub mühafizə olunması, eləcə də düşməməsi gündəlik, yaxud da həftəlik, yaxud da ayrı, yaxud da ömründə etmiş olduğu salih əməlləri müqabilindədir. Hər edilən bir yaxşı əməl səni bir günahdan, bir haramdan uzaqlaşdırır. Səni bir qadağa olunmuş işdən uzaqlaşdırır. Necə ki Allah Subhanahu taala buyurur: "Qul innema ana bəşərun mislukum." De ki onlara, mən də sizin kimi bir bəşərəm, insanam. Yuha ileyyə. Mənə vəhiy olundu ki, ennema ilahukum ilahun vahid. İbadətə haqqı çatan ilah yalnız Allah'tır. Fəmən kânə yarcu liqa'a rabbihi. Kim onda Allahla
qarşılaşacağına ümid bəsləyirsə, فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا. Onda yaxşı salih əməllər etsin və heç bir şey Allah'a şərik qoşmasın. Alimlər buradan deyirlər ki, məhz salih əməl etmək insanı şirkdən, niyə görə şirk? Çünki şirk ən böyük günahdır. Qalanları şirkdən aşağı günahlardır və digər günahlardan qoruyub saxlayır. Bu hətta təcrübədə də var. Özümüz də deyirik, qəzəblənlik kiməsə, istəyir mübahisə edək, amma saqqalımıza görə aydındır, dayanmır. Bir saqqal saxlamağın faydasına baxsan, bir sünnəyə, əməlləməyə faydasına bax. Səni, yəni onun savabı, mükafatı bir yana, səni günahdan və asilikdən qoruyur, saxlayır. Oruclu insan, Peyğəmbər s.ə.v nə buyurur? Əgər oruclu ikən kimsə gəlib sizə söz atsa, sizə cahillik eləsə, incilsə, döyüşsə, ona deyin ki, mən oruç tutmuşam, mən oruç tutmuşam, mən oruç tutmuşam. Oruc səbəb olur ki, onun cahilliyinə, sən cahilliyinə cavab vermirsən. Döyüşmürsən, olursan Rəhmanın əsr bəndələrindən. Ağzı misvaklayıb təmizləmək ən böyük salih əməllərdən biridir. Kifayətdir ki, ağzı təmizləməkdə Rəbbin razılığı var. Rəbbin razılığı var. Həzrət Ömər radiyallahu anhunun vaxtında sahabələr cihadda olurlar. Bir qalanı mühasirəyə alırlar, onu fəth etmək üçün. Aylar da çəkir mühasirə. Həzrət Ömər də yazır onlara ki, nə oldu? Alanmadınız. Nə oldu? Alanmadınız. Onlar deyir ki, yox. Həzrət Ömər deyir ki, nəsə siz bir günah iş görürsünüz, ona görə o qalanı ala bilmirsiniz. Allah da o sizə nəsib eləmir. Baxırlar, araşdırırlar, heç kim bir günah iş görmür axı. Deyirlər, ya əmirəl mömin, heç bir günah iş görmürük. Sonra Həzrət Ömər yazır ki, onda nəsə bir salih əməl var, siz onu tərk eləmişsiniz, ona görə qalanı ala bilmirsiniz. Bunlar da baxırlar, biz nəyi tərk eləmişik? Araşdırırlar, birdən yadlarına düşür ki, biz ağzı misvaklamağı tərk eləmişik. Başlayırlar ağızları misvaklamağa, qaladan görürlər ki, bunlar dişlərini itiləyirlər. Gəlirlər bizim üstümüzə. Açırlar qapını ki, lazımdır, bizlə işiniz olmasın, şəhəri verilir sizə. Bir dənə misvakdan istifadə. Axı, qadın məsələ. Qadın hicabı onu nə qədər günahlardan, nə qədər haramlardan qoruyubsa. Yəni, xülasə qardaşlarım, yəni, salih əməllərin faydalarından səni günahlardan və haram işlərdən qoruyubsa. Allah subhanət hələ Qudsi hədisdə bu ki, Ənə ağnə şürakəyə anişşirk. Mən şirk qoşanların mənə qoşmuş olduğu şirklərdən uzağam. Mən amilə əmələn əşrəkə fihi mə'i qayri təraktuhu və şirkəhu. Kim bir əməl eləyər, o əməldə mənə şirk qoşsa, mən onu da və onun şirk qoşduğu əməli də tərk eləyərəm. Yaxşı, salih əməllərin növbəti faydası, əziz qardaşlarım, Allah subhanahu və teala'nı görmək, qiyamət günü. Allah subhanahu və teala özün ancaq əməli salih insanlara göstərəcək. Amma günahkarlar, münafiqlər, qeyri-müsəlmanlar onlara pərdə çəkiləcək, onlar görə bilməyəcəklər. Yalnız Allah subhanahu və teala onu salih əməl sahibi insanlara nəsib edəcək. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Lillezine ahsanu el-husna ve ziyade." Yaxşı əməl edənlərə gözəl və ondan da artığı vardır. Allah Resulü Muhammed sallallahu əleyhi və səlləm İmam Müslim rivayet edir hədisdə bu ayəni təfsir edir. Deyir, "El-husna gözəl cənnətdir." Yəni yaxşı əməl edənlərə cənnət var, artığı isə Allahı görməkdir. Yaxşı əməl edən insan cənnət var ona, cənnətdən də artığı aləmlər Rəbbimiz Allah'a görmək var. Kim istəməz ki bu? Peyğəmbər s.ə.v buyurur ki, sizin hər biriniz Allahı bu 15-ci gecədə olan ayı gördüyünüz kimi görəcəksiniz. Heç birinizə bir-birinizə mani olmayacaq. Arada ixtilaf düşməyəcək. İstəyirsinizsə Allahı rahatca görməyi, onda sübh namazı ilə asr namazını yaxşı fikir verin. Doğru düzgün qılın. 2 dənə əməl, sübh namazı, asr namazı səbəb olur aləmlər Rəbbimiz Allah'ı görməyə. Allah Teala Quran-ı Kərimdə danışır. Vucuhun yevmə izin nazira ilə rabbihə nazira. O gün bəzi üzlər parıldayacaq və Rəblərinə baxacaqlar. Sonra deyir ki, o gün bəzi üzlər də qaralacaq.
Kimlərdir o qaralacaq üzlər? Sayır. Deyir, fələ saddaqa və lə sallə. O namaz qılmadı və doğrulamadı da. Görsən, namaz qılmayan şəxs qiyamət günü Allahı görməkdən məhrum qalacaq. Salih əməllərin faydalarından, əziz qardaşlarım, Allah Teala əbədiyyən həmin şəxsə razı qalacaq. Əbədiyyən, sonsuz. Əbədiyyən ona hər bir şeyi halal edəcək. Məşhur hədisdə Allah Teala cənnət əhli cənnətə, cəhənnəm əhli cəhənnəmə qoyulduqdan sonra deyəcək, ey cənnət əhli, nə istəyirsiniz sizə əlavə verilsin? Onlar deyəcək ki, ya Rabbi, sən bizə hər şey vermisən. Yəni, bu qədər insanlar arasında, yaratdıqlar arasında bizi bağışlayıb bura qoymağın ən böyük neymətdir. Səni görməyimiz ən böyük neymətdir. Allah Teala deyir ki, əbədiyyən sizə mənim razılığım var, heç vaxt sizə qəzəblənməyəcəm. Allah Teala əbədiyyən insandan razı qalmaq. Dəyərli qardaşlarım, salih əməl bizim övladlarımızı qoruyub saxlayır. Yəni, atanın, ananın salih əməl etməsi övladları qoruyub saxlayır. Nəvələri qoruyub saxlayır. Səndən gələcək zürriyyəti salih zürriyyət olmalarına səbəbdir. Allah Subhanahu taala bu cür وَلْيَخْشَ لَوْ تَرَكُوا مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَافًا خَافُوا عَلَيْهِمْ فَلْيَتَّقُوا اللّٰهَ وَلْيَقُولُوا قَوْلًا سَدِيدًا. Qoy o şəxslər qorxsunlar ki, özlərindən sonra asi, itaat eləməyən zürriyyətlər, yəni nəsil qoyub gedib. Allahdan qorxun və doğru, düzgün söz danışın. Buna görə biz təkcə özümüz ibadət eləməyimiz kifayət deyil, gərək övladlarımızın da, ailəmizin də ibadət ilə məşğulluq. Sənin evdə qalxıb salih əməllərdən bir azam verməyin ailənin islahına səbəbdir. O baxır ki, evdə azam verilir, özün yığışdırır, Allah'a xatırlayır. Sən evin başçısısan, gərək sübh namazına hamıdan birinci sən durasan, azanı verəsən, ailəni oyadasan, ailə də bununla tərbiyə alınıb, vərdiş eləyəndə artıq sən ölüb gedəndən sonra belə olar salih əməl edir. Allah Subhanahu taala danışır, Yaqub əleyhissalam vəfatı vaxtı övladlarını toplayır bir yerə. Nəvələrin, nəticələrin deyir, ey mənim övladlarım, məndən sonra kimə ibadət edəcəksiniz? Hamısı müsəlmandır, hamısı toğid əhlidir. Lakin qabaqcıdan söz alır. Arxayın olmaq istəyir. Bunlara deyir ki, biz İbrahimin, İshaqın, İsmailin və sənin Rəbbin onun tək Allaha ibadət edəcəyik. Sən indidən övladların ibadətlərinin fikir vermək, tohid, sünnət. Çünki sabah sən dünyayı dəyişəndən sonra o övladların salih olması səbəbilə qəbirdə olsan belə mükafatlar gəlməyə davam edəcək. Qiyamət günü valideynin övladın salih olması səbəbilə dərəcəsi artacaq. Allah Teala onun səbəbilə valideynin başına qızıldan da parlaq tac qoyacaq. Yəni, övlad salih. Amma Allah qoy, övlad asi olsa, günahkar olsa və sən öyrətməmiş, nəsiyyət eləməmiş bu dünyadan köçsən, o zaman özündən başqa yetişirlər. Buna görə xüsyan vardır. Sonra salih əməllər insanda qəmi, qüssəni, kədəri aparır. Bütün salih əməllər, Allahı zikr eləmək, Quran oxumaq, məscidə gəlib getmək, elm öyrənmək, faydalı işlərlə məşğul olmaq, hamısı ümumilikdə insanın qəmin, qüssəsin, kədərin, zəifliyin hər bir şeyini aparır. Yəni biz sürətlə toxunası olsaq, Allah Subhanahu taala buyurur ki, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Kim Allah'ı zikirdən yayınsa, onun güzaranı, həyatı sıxıntılı olacaq və qiyamət günü çox demələcək. Başqa bir ayda buyurur ki, kim Rahmanın zikrindən yayınsa, biz ona şeytanı calayarıq, ona urcaq eləyərik, o da ona çox yaxın. Şeytan o ilə məşğullar. Həmçinin sədəqə, ya Rasulallah, nə eləyim ki, qəlbim yumuşalsın? Peyğəmbər s.ə.v yetimin başına sığal çək. Kimsəsizin qapısında. Onlara köməyi qəlbi yumuşaldır. Qəlbi qüssəni dağıdır. Namaz, Quran, hamısı qardaşlarım. Yəni, əgər sən durub qəmi, qüssəni, kədəri səndən soruşduran əməllərə bir toxunası olsan, 1-2 dərs çatmaz buna.
Allah Subhanahu taala buyurur ki innahum kanu yusari'un fil hayrat ve yed'un ragaben ve rahaba ve kanu lana haşi'in. Ne üçün kardeşlerim Allah Teala bize burada peygamberleri danıştı. Nuh, Süleyman, Davud, İsa, Musa, Yakub, İbrahim, İsmail, İshak. Ne üçün onların hayatından bize danıştı. Çünkü en büyük sınavlar, en büyük qəm-qüssələr, en büyük imtihanlar onların başına gelmişti. Yaxşı, onlar bu imtihanları, bu qəmi, bu qüssəni başlarından, qəlblərindən necə dağıdırdılar? Xeyir işlər görməklə, salih əməllər etməklə, övlad itkisi, mal mülk itkisi, xəstəlik. Hətta elə peyğəmbərlər olub ki, qövmü tərəfindən mişarla iki yerə bölünür. Yəni, başından qoyulub bölünür. Yəni, belə yox. Başından bölünüb, iki yerə bölünür. Lakin Allaha imandan yayılmayıblar. Onlar bu qədər qəmin, qüssənin, sıxıntının içərisində xoşbəxtçiliyə də tapırdılar. Xeyir işlər görməkdə yarışırlardı. Allaha qorxu və ümidlə dua edirdi. Allaha ibadət və itaət içərisindəydilər. Və ibadət, itaət, Allahdan qorxu, Allah yanında olan nemətlərə ümid bəsləmək, xeyir işlərdə həris olmaq sənin qəmini, qüssəni, sıxıntını, kədərini dağılacaq. Amma özünə qapansan, heç bir şey eləməsən, o qəm, o qüssənin içərisində boğulasın. Əzəmətli bir faydalar, qardaşlar. İnanın ki, alimlərin, elm əhlinin, müəllimlərin sınavları, imtihanları hamının sınaq imtihanından böyükdür. Onların problemləri, sıxıntıları hamının problem və sıxıntılarından böyükdür. Yaxşı, onlar o üzərlərində olan qəm, qüssə, qara buludlar necə dağıdırlar? O kədəri, o sıxıntını necə qurtulurlar? Necə xoşbəxt olmağa, salih əməllər etməklə, öyrəndikləri elmi başqalarına öyrətməklə. Onların xoşbəxtçiliyi oradadır. Alimlərin həyatına baxın, ağla gəlməz xəstəlikləri olurlar. İmam Şafi, İmam Əhməd. Lakin onlar nə deyirdi? Həqiqətən də cənnət mənim sinəmdədir. Şeyxülislam İbn Teymiyyə rahimehullah zindanlar görür, işgəncələr görür. Nə deyir? Mə yəfəalu bi ə'dai, ənə cənnəti fi sadri. Düşmanlarım mənə nə eləyə bilər? Mənim cənnətim mənim sinəmdədir. Allahu Akbar. Artıq o qəlbi ilə cənnətdə idi. Məni qovsalar, səfərə çıxacam. Məni həbs edəsələr, oturub ibadət elimlə məşğul olacam. Məni buraxsalar, dəvət edəcəm. Öldürsələr də şəhidəm. Onun nə idi o sinəsindəki cənnət? Allaha zikir, elm öyrənmək, Quran oxumaq, salih əməllər. Bəzi sələflər deyirlər ki, məsəkinu əhlü dünya. O dünya əhli miskindir, yazıqdır. Xaracu minhə və mə zəqu atyabu mə fiyhə. Dünyadan köçüb gediblər, amma ən dadlı şeyi dadmamış, onun dadına baxmamış köçüb gediblər. Qıyla və mə atyabu mə fiyhə. Deyirlər, nədir o dünyadakı ən dadlı şey? Alimlər deyir ki, Allaha zikr eləmək, elm məclisləri, salih əməllər. Bu dünyada ki, insan salih əməllərin dadına baxmadan gedibsə, artıq o miskindir. Sonra Allah Subhanahu və Teala sevgisini qazanır insan salih əməl etməklə. Allah Teala həmin şəxsi sevir. Necə ki, Allah Teala buyurur, və əhsinu innallaha yuhibbul muhsinin. Yaxşı əməllər edin, Allah yaxşı əməl edənləri sevir. Tutardı. Allah yaxşı əməl edənləri sevir. Hədisdə gəlir ki, kim mənim bəndəmlə düşmançılıq edərsə, mən ona qarşı müharibə elan edərəm. Bəndəmin mənə yaxınlaşdığı ən sevimli əməl onun fərz ibadətləridir. Allaha ən sevimli olan əməllər, eləcə də Allaha ən sevimli olan şəxslər fərzləri yerinə yetirənlər. Sonra ki, nafilələri eləyir, o mənə yaxınlaşır, mən onu sevirəm. Elə ki, onu sevdim, onun görən gözü, eşdən, qulağı tutan əli, yeriyən ayağı olacaq. Bir şey istəsə ona verəcəm, məndən sığınacaqsa onu sığınacağımı alacaq. Yəni, baxın, bir nafilə əməllərin savabına baxın. Allah Teala'nın sevgisi var. Allah Teala səni himayə edir, qoruyur. Sənin görən gözün, eşdən, qulağın, tutan əlin, yeriyən ayağın olur. Hamısı qardaşlar. Bunlar salih əməllərə verilir.
Allah Subhanahu taala ilə Quran-ı Kərimdə sevdiyi bəndələrindən danışanda elə yaxşı xeyirxah əməl sahiblərin zikr edir. Nə buyurur? Ya eyyuhən nas, ey insanlar. İnna xalaqnakum min zəkerin və unsə. Biz sizi bir kişi və bir qadından yaratdıq. Və cealnakum şuuban və qabailə. Sonra sizi millətlərə və xalqlara ayırdıq. Nə üçün? Bir-birlə döyüşək, bir-birimizin üstünlüyü, güc-qüvvə iddia ilə, yox, lita'arufu. Bir-birinə tanış olasınız deyə. Sonra nə buyurur? İnne akramakum indallahi etqakum. Sizin Allah yanında ən hörmətliniz Allahdan ən çox qorxanınızdır. Yəni Allah yanında ən hörmətli şəxs ən çox salih əməl edən şəxsdir. Ən çox günahlardan çəkinən şəxsdir. Allah Subhanahu və Teala bizləri salih əməlləri edən və onun xeyrinə, faydasına çatan bəndələrindən etsin. Həqiqətən də bu faydalar sadəcə bir neçəsidir, əziz qardaşlar. Hələ elə faydalar var ki, elə xeyirlər var ki, insan onları eşitsə, heç vaxt yaxşı işlər görməkdən və salih əməllər etməkdən yayını uzaqlaşmaz. Kifayətdir ki, az olsa da, davamlı olanda Allah Teala həmin əməli də həmin şəxsi də sevir. Allah Teala hər birimizi eşitib başa düşür, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Uca Allahdan istəyirəm ki, bizləri daima xeyir məclislərində və salih əməl məclislərində etsin. Allah Teala bizləri elm öyrənməkdə, onunla əməl etməkdə, onu başqalarına öyrədib çatdırmaqda səbirli, dözümlü və itaətkar etsin. Allah Teala hər bir səbəbkar qardaşına razı olsun. Uca Allah hər birimizi eşitib başa düşür, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.